Salam kanal izləyiciləri, blok situasiya tipli sualımızı sizlərlə paylaşıram. Situasiyamızda deyilir ki, xarici səthinin sahəsi 216 desimetr kvadratı olan kub şəkilli televizorda kanal çevricisinin radiusu 2 sm olan burğudur. Televizorun ekranı onun hər tərəfindən 5 sm məsafədədir. Televizora baxan Kərim gün ərzində 5 cizgi filmi, 3 kino və 2 sənədli filmə baxmışdır. Bu situasiyanın şərtidir. İndi görək situasiyanın suallarında bizə nə istəyir. Deyir ki, televizorun ekranın sahəsini tapın. Uşaqlar, biz də bilir ki, bu televizor kub şəkilli bir televizordur. Və bunun xarici səthi dedikdə bunun S tamı 216 desimetr kvadratıdır. Kubda S tam nə idi? 6'nın kvadratı bərabərdir 216. Buradan A kvadratı bərabərdir 36'ya. A bərabərdir 6 desimetr. Yəni kubun bir telinin uzunluğu 6 desimetrdir. Və bizdən istəyir ki, televizorun ekranının sahəsi. Televizorun ekranını kənara çəksək. Uşaqlar, şəkildə göstərilir ki, televizor sağdan və soldan 5 sm olmaqla hər iki tərəfindən kəsilib. Həmçinin aşağı və yuxarı hissələrdən kəsilib. Uşaqlar, kubun bir üzü kvadrat olduğuna görə bunun hər bir tərəfi 6 desimetrdir. Uşaqlar, 5 sm buradan kəsinti var, 5 sm buradan. Yəni 10 sm kəsilib. 10 sm-də 1 desimetrdir. Yəni 6 desimetrdən 1 desimetrini kəsmişik, kənarda qalıb. Onda olur bu isə 5 desimetr. Həmçinin bunlarda 5 sm sağdan və 5 sm soldan kəsinti var. Bu deyir 10 sm və 10 sm-də 1 desimetrdir. Yəni də 6 desimetrdən 1 desimetr kənardan kəsinti var. Burada yəni 5 desimetr. Bizdən də baxın bu televizorun ekranın sahəsini istəyir. S bərabərdir 5'in kvadratı. Bu da bərabər 25 desimetrin kvadratı. Bu oldu birinci sualımızın həlli. Keçək ikinci suala. Deyir ki, televizorun burğusu saat əqrəbi istiqamətində birinci kanaldan üçüncü kanala gətirildikdə burğunun getdiyi qövsün uzunluğu. Baxın, birinci kanaldan üçüncü kanala burğu gətirilir. Və bu getdiyi bu qövsün 1 ilə üçüncü kanala gələnə qədər getdiyi qövsün uzunluğunu istəyir bizdən. Uşaqlar, bunu postdan, baxın, mən bunu kiçik hissələrə ayıram. Bax, 1 qövs, 2 qövs, 3,